Qarabağın azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası yaşadığımız tarixin ən mühüm, ən böyük hadisəsidir. 30 ildən sonra torpaqlarımıza qovuşmağımız, xəyallarımızın gerçəkləşməsi, yurt həsrəti ilə yanıb qovrulan insanlarımızın öz el-obalarına qayıdışı, əvəz edilməz fərəh hissi doğurur. Hər birimizi sevindirir, amma bəzi istisnalar var. Bəzi Aleksandriya daşıyıcıları bu qüruru, bu sevinci, bu fərəhi yaşaya bilmir. Bütün işlərdə bir qara nöqtə axtarır, özlərinə uyğun, adlarına uyğun, siyasi kimliklərinə uyğun şəkildə ürək bulandırmağa çalışırlar. Məsələn, vaxtilə qardaşı Arif Hacılının Müsavat Başkanlığını saxtakarlıqla çırpışdırmasına haqq qazandırmaq üçün əldən ayaqdan gedən Mustafa Hacıbəyli Azad Qarabağa, Azad Zəngəzura səfər edib. Sosial şəbəkə paylaşımında özü boyda qısqanclığının son həddini bir üzə verib. Yazır ki, Füzulidə, Cəbrayılda hələ 25-30 bina tikilib. Əslində bu adama cavab verməmək də olardı. Aleksandriya daşıyıcısının Qarabağ sevincinə şərik olmamasının heç bir təəccüblü tərəfi yoxdur. Amma onun bu qədər cılızlaşması insanda ikrah hissi yaradır. Birincisi, azad edilmiş ərazilərdə kütləvi mina təmizləmə işləri aparılır ki, bu Mustafa Hacıbəyliyə deyəsən ayan deyil. Ayandırsa da bunu qəsdən göz ardı edir. Hər şəhərdə 25-30 bina tikilirsə, hər rayonda ilkin mərhələ olaraq onlarla kənd salınırsa, körpülər tikilirsə, yollar çəkilirsə, infrastruktur qurulursa və daha sadalanası onlarla inzibati binalar istifadəyə verilirsə, Hacıbəyli başqa nə görmək istəyir? Vaxtilə qardaşının Milli Məclis tribunasından ölkədə hakimiyyəti ələ almaq üçün xarici dövlətlərlə razılaşdıqlarının etirafından, Qarabağın işğalındakı rolundan utanmayan Mustafa Hacıbəyli dövlətin gördüyü mega işlərə kölgə salmağa çalışır. Amma bu da iflasa məhkumdur. Adamın şikayətinə baxın. Bütün azad edilmiş ərazilər üçün xas olan hal addım başı yoxlamalardır. 2 gündə yoldakı postlarda 7 dəfə sənədlərimizi, 3 dəfə bagajımızı yoxladılar. Addım başı kameralar quraşdırılıb. Şuşa Xənkəndi yolundakı yoxlamalara ironiya edən bu şəxs mahiyyət etibarilə 1990-cı illərin xaosunun məhsulu olduğunu bir daha ortaya qoyur. Bəli, dövlət həmin ərazilərdə mühüm postlar qurub və yoxlamalar edir. Bu heç də Mustafa Hacıbəylinin şəxsinə aid bir məsələ deyil. Bu təhlükəsizlik məqsədi ilə edilir. Bundan şou düzəltmək isə aleksitimistlərin görəcəyi bir iş. Beləliklə, ridikül müxalifət harda olmasından asılı olmayaraq ancaq mənfi notlara yüklənir. Hətta şər böhtan gücünə olsa belə. Mustafa Hacıbəyli kimi uğrumuza, qürurumuza, qələbəmizə sevinə bilməyənlər kimi.